Kofe aparatı aldım. Damaq dadıma çox da xitab eləməsə də səhərlər kofe içmək qərarına gəldim. Bu qab süd isidicisinin buxarı üçündür. Bunlar isə kapsula kofe və pres üsulu ilə hazırlanan kofe üçün uzluqlardır. Təlimat kitabında müxtəlif kofelerin hazırlama qaydaları var. Quraşdırılmasını bacımla kəşf edib öyrəndik. Bu pres üsulu üçün, bu da kapsula üçün nəzərdə tutulan ucluqlardır. İstifadə etməzdən əvvəl mamam hissələri yaxşıca yudu. Marketdən fındıq və acı dadda olan 2 kapsula aldım. Hər şey hazırdır. Başlaya bilərik. Pres üsullu kofe üçün də Misirdən gəlmə türk kofesindən istifadə elədim. Bu detaldan qaşıq kimi istifadə eləmək olur. Arxası ilə də pres deyirsən. Bacım südü isidməyin yolunu tapdı. Mən isə səbirsizliklə digər insanlar kimi səhərlər kofe içərək günə başlamağını gözləyirdim. Qardaşım da çəkilişlərin işıqçısı və məsləhətçisi idi. Burada da ChatGPT ilə danışırdı. Bir stəkan kofeyə görə bu qədər zülm çəkməyə dəyər. Bir detal və ya əlavə sual olsa. Çox sağ ol, təşəkkürlər. Ged yat. Nəhayət böyük an gəldi. Kofemiz hazırdı. Dadı kofe shoplardakından az fərqlənirdi. Bu isə mamaların qorxulu yuxularıydı. Merhamet edin.